Əgər bişirdiniz qabaq çox sulu olsa sıxmağa ehtiyac var, yoxsa eləməsəz də olar. Belə qozu maşından keçən sonra qarışdırırsınız. Bura ölçünü hamısını yazacağım. Duz və şəkər tuzu, üstünə süd əlavə edib yaxşıca qarışdırın bunu. Bax bu göstərdiyim formanı alsa bəs edir. Çox sulu olmasın. Ət də olacaq bizdə. Yumuşaq xəmir yoğurursunuz. Bunu da göstəricilərini aşağı yazacağım. Xəmiri belə ortadan yayirsınız. Bunu belə xoşlayanlar da var. Adətən səhər yeməyində xoşlayanlar da var. Yəni bilməzsiniz hansı formada xoşlayırsa o vaxt edərsiniz. Biz bunu odun peçinin üstündə bişirdik. Belə məncə çox daha ləzzətli olur. Odun peci yoxsa tavada bir təhər edərsiniz. Mənim favorim həmişə kimi ət yeməkdir, amma qabaq kətəsi də isteği normaldır. Çox xoşlayanlar da var, amma məndən soruşsanız ət kətəsinə çata bilməz. Hazırlayacaq olanlar nuş olsun. Sev eləmə, həyatdan çıxarmayın.